Enerji keçidi fərdi və kollektiv səylər tələb edən proses və öhdəlikdir. Azərbaycan inklüzivliyə tam sadiqdir və COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazırdır. Bu fikirləri Energetika naziri Pərviz Şahbazov G20-nin Braziliyada keçirilən enerji keçidi üzrə nazirlər iclasında bildirib. Nazir vurğulayıb ki, yaşıl enerji üzrə zona və dəhlizlər, qlobal enerji saxlanıcıları və şəbəkələri, hidrogen bəyannaməsi təşəbbüsləri dünyada enerji keçidini sürətləndirəcək. Pərviz Şahbazov Azərbaycan və Braziliyanın növbəti milli səviyyədə müəyyən edilən töhfələr dövrü üçün sıx əməkdaşlıq etdiyini qeyd edib. Energetika naziri G20 çərçivəsində keçirilən tədbirlərin, həmçinin qrupun liderlər samitinin ambisiyaların artırılması və COP29-un nəticələrinin həyata keçirilməsində mühüm rolundan da bəhs edib. This is how we will build momentum.